Artıq 7 ildir ki, Gəncə Cihaz Qarma Zavodunda cıralayıcı vəzifəsində çalışıram. Və elə 7 il bundan öncə peşə liseyindən zavoda tədbirəyə getmişik. Gəncə Cihaz Qarma Zavoduna bu peşə liseyindən istehsalat təcrübəsinə getmişik. Artıq 3 ildir ki, burada sağlayıcı operator vəzifəsində çalışıram və bildiklərimi yeni gələn kadrlara, xüsusən də peşə liseyinin tələbələri ilə bölüşürəm. Bunlardan biri də mənəm. Bəlkə mənim ilk uğurum olub, ilk addımım olubdur və artıq mən 3 ildir ki, öz ayaqlarım üstə durmağı bacarıram. 10 ildir ki, Gəncə Cihaz Qarma Zavodunda çalışıram. 3 il bundan qabaq peşə liseyini bitirərək həmən zavodun mexaniki emal sahəsinin ustası vəzifəsinə təyin edildim və hal-hazırda bu vəzifədə çalışıram.